Hər kəsə salamlar. Sualım var rubrikasında məktublarınızla məni yalnız qoymadığınıza görə və verdiyiniz güvənə görə təşəkkür etməkdən yorulmuram. Bugünkü məktubumuz birazca uzundur, amma maraqlıdır. Diqqətlə dinləyin. Salam Aygün xanım, 30 yaşındayam və dünyamda baş verən o bitməyən müharibədən danışmaq istəyirəm. Kiçik uğurlarım var, amma mən daxilimdə o uğurların hər birini öz əllərimlə ucuzlaşdıran biriyəm. Qəbul olduğum universiteti belə başqa unilərlə müqayisə edib deyirəm yox, pisdir. Mən özümü başqalarının vitrinləri ilə müqayisə edib, hər dəfə özümü o müqayisədə məğlub elan edirəm. Bu məndə bir döngüyə çevrilib. Qarşıma münasibət qurmaq üçün parlaq, intellektual və hər şeyi möhtəşəm, dırnaq arasında yazılıb, möhtəşəm görünən insanlar çıxanda ilk etdiyim şey öz qabığıma çəkilmək olur. Daha doğrusu kobud, özünə inamlı aparan, amma bir müddət sonra asıllıq hiss edəndə və xəyal quranda ki, bununla hər şey yaxşı ola bilər, bəlkə özümə şans verim, əksinə hər şey pis olur. Əgər biri ilə münasibətdə başlayacağamsa, birinci sosial media profillərinə baxıram. Özümdən daha yaxşı hesab etdiyim adamlar görəndə, qəşəng ya yaxşı təhsili olan və s. deyirəm, niyə o məni seçsin ki? Ya da daha kobud oluram, bir dəfəlik qırıb atıram. Sanki mən ancaq özümdən aşağı gördüyüm təhsili və ya hədəfləri daha sadə olan insanları özümə təhlükəsiz hiss edə bilirəm. Amma o sadəcə hiss edirəm. O insanlar məni qətiyyən maraqlı deyil, mənim ruhumu bəsləmir. Yəni özümdən daha aşağı gördüyüm insanlar. Hazırda bir yol ayrımındayım. Yenidən magistratura imtahanına hazırlaşıram. Xaricdə təhsil xəyalları qururam. Bəzən bu arzu o qədər uzaq görünür, özümə inansam bircə. Digər tərəfdən isə bu xəyalların içində özümü çox balaca və yetərsiz hiss edirəm. İnsanlar maddi şeylər arzulayarkən mən sadəcə özümlə barışmağı, özümü olduğum kimi qəbul etməyi və ürəkdən sevməyi arzulayıram. Çünki hazırda sanki bir dibdəyəm və bu qaranlıqdan çıxmaq üçün ilk növbədə öz qəddarlığımdan xilas olmalıyam. Münasibət qurmaqdan artıq qorxuram. Çünki daxilimdəki o boşluğun kiminsə təsdiqi ilə doldurmağa çalışıram. Son vaxtlar həyatımda olan biri ilə bağlı yaşadıqlarım mənə öz yaralarımı daha aydın göstərdi. O mənim üçün sadəcə bir insan deyil, sanki xaricə açılan bir qapı, özümü sübut etmək üçün bir şans idi. Nəhayət ki, öz qorxularımı bir kənara qoyub, mən də birinə şans verim dedim. Onunla danışmağa başlayanda daxilimdəki o layiq deyiləm səsi yenidən baş qaldırdı. O xaricdə yaşayır, imkanları var, möhtəşəm görünür. Bayaq da qeyd etdiyim kimi, necə olur ki, mən istəməyəndə alındırmaq üçün mübarizə aparırlar. O ki, mən də icazə verirəm özümə, danışım və tanıyım deyirəm və peşman oluram. Həmin vaxt isə özümü çox daha bərbad və yetərsiz hiss edirəm. Bunu da qeyd etməliyəm ki, mən kənardan sadəcə insanlara həsəd aparan, başqalarının həyatı ilə yaşayan birisi kimi görünə bilərəm, amma reallıq tam başqadır. Normalda başqa insanların həyatı, kimin nə etdiyi mənim üçün qətiyyən maraqlı deyil. Bu müqayisə canavarı ancaq birindən xoşum gələndə, üzr istəyirəm, kiməsə qarşı duyğularım yarananda oyanır. Elə ki, mən birinə qarşı içimdə bir qığılcım hiss edirəm, dərhal onun ətrafındakı insanlarla özümü tərəziyə qoymağa başlayıram. Sanki beynimdəki avtomatik olaraq mənə sən onlardan daha geri qalırsan, bax o daha gözəldir, o daha uğurludur deyə pıçıldayır. Bu hisslər məndən asılı olmayaraq baş verir və mən buna görə özümə qarşı dəhşətli bir hirs, nifrət duyuram. Özümü xəstə kimi hiss edirəm. Çünki bu döngünü dayandıra bilmirəm. Əslində mən o insanlara baxanda onları görmürəm. Mən onların aynasında öz qüsurlarımı axtarıram. Bu, sevilməyə layiq olmadığıma dair özümü inandırmaq üçün qurduğum bir tələdir. Bu nöqtədə tamamilə çarəsiz hiss edirəm. Bu qədər, sağ olun. Gəlin bir-bir. Özümə qeydlər aparmışam ki, unutmayım. Birinci ondan başlayaq ki, siz yetərincə çox ideallaşdırmağa meyillisiniz. Bu bütün məktubunuzda hiss olunur. Özəlliklə o
baxırsınız bəzi insanlara, qarşı cinsə məsələn və onların möhtəşəm, ideal, bilirəm, dırnaq arasında hətta möhtəşəm sözünü yazmısınız. Amma biz sizin içinizdəkilərin də baş verdiyini danışırıq axı. Məntiqli olaraq siz bunu görürsünüz, bəlkə də başa düşürsünüz ki, yoxdur ideal insan. Amma daxilən sizin ideal olmaq istəyiniz o qədər güclüdür, o qədər sizi idarə edir ki, siz inanırsınız ki, orada hansısa güclü insanlar var, ideal insanlar var, hansına ki siz qovuşaraq öz ideal özünüzə çatacaqsınız. Yəni məktubun tam mərkəzi budur. Və siz formalaşarkən uşaqlıqdan bəri sizin üçün ən önəmli olan şey, həyatınızın tam mərkəzində, fərqində olmadan olan şey qarşı cinsdir. Ona görə siz yazırsınız ki, əslində başqa insanlar heç mənə maraqlı deyil, onların həyatı da maraqlı deyil və mən sizə inanıram. Çünki sizə ümumən başqa insanlara maraqlı deyil. Siz deyirsiniz ki, mən başqalarını özümlə müqayisə edirəm. Yox, siz başqalarını özünüzlə daima müqayisə edirsiniz. Çünki həyatınızın mərkəzində və həyatınızda sadəcə siz varsınız. Sizə həqiqətən başqa insanlar önəmli deyil. Önəmli olan sadəcə o ideal sandığınız qarşı cinsdir. Çünki o bir növ sizin üçün, sizin psixikada bir vasitədir, liftdir. Hansı ki sizi o istədiyiniz mərtəbəyə qaldıracaq. Vasitədir, hansının ki sayəsində siz ideal mənə qovuşacaqsınız. İnsanlara ümumən səthi baxışınız var. O ideallaşdırmadan irəli gəlir ki, onlar belədir, onlar daha təhsillidir, daha gözəldir. Sanki bu atributlar insan haqda, yəni onun mənəvi dünyası haqda bir şeylər deyirmiş kimi. Çünki demir. O atributlar ola bilər, həqiqətən də ola bilər, bəlkə onlar daha intellektualdır ya da daha baxımlıdır və s. Amma bu o demək deyil ki, siz o insanların hansınasa yaxşı dost ola bilərsiniz ya da onların bir dost kimi ya da sevgili kimi daxili dəyərləri var. Bu dediyiniz, sadaldığınız atributlar səthi gördüyünüz, kənardan, üzdən gördüyünüz, o özünüz də dediyiniz o vitrinlər insanın daxili dünyası barəsində heç bir şey demir. O deyirsiniz ki, normal ölçü, o xəyallar qurursunuz, deyirsiniz özümü çox kiçik, balaca hiss edirəm. Siz beyninizdə o ideal mənlə özünüzü tanımlayırsınız deyə və sizdə o ideal mən o qədər böyükdür ki, o qədər qeyri-realistikdir ki və ona çatmaq istəyi o qədər güclüdür ki. Bu barədə mənim də videom var. Bunu izləyəndən sonra, izləməmişsə mütləq baxın ya da bir daha baxın. O adı da içimizdəki o ağlama, özləm adlanan videodur. Mən daha o ideal mən üçün o özləmimizi orada təsvir etmişəm, danışmışam. Yəni o içimizdəki ideal çox güclü olanda və böyük olanda, onunla müqayisədə real mən, yəni necə varımsa elə hal-hazırda, heç nədir, sıfırdır, dəyərsizdir. Ona görə siz deyirsiniz ki, etdiyim hər bir şey dəyərsizdir. Qazandığım universitet, bütün qazanclar heç nədir, o ideal mənə qovuşarkən edəcəklərimlə müqayisədə. Üzr istəyirəm. Yəni siz hələ ki real özünüzdə qala bilmirsiniz, ona baxa belə bilmirsiniz, çünki anınızda güclü nifrət, anında çox güclü nifrət oyanır. Və mən burada real mənlə olan o yetərsizlikləri və ya çatışmamazlığı dırnaq arası müalicə etməzdim. Mən daha çox işləyərdim ideal mənin qeyri-realistik gücü ilə, onun ölçüsü ilə, hansı ki sizi öz ağırlığı ilə, siz özünüzü öz ağırlığınızla, o üstdən baxışınızla məhv edirsiniz. Ona görə kiçik və yetərsiz hiss edirsiniz. Ona görə
Yox ki, siz yetərsizsiniz. Ona görə ki, siz özünüzü o ideal mənlə tanımlayırsınız və o ideal mən varım, tam öz, məsəl üçün ideal şeyiniz sizin necədir? Parlaq, intellektual, möhtəşəm. Bax bu 3 sözlə təsvir edirsiniz. Siz onu elə bil ki, başqa o oğlanları görəndə proyeksiya edirsiniz, taxırsınız o insana, əminsiniz ki, o elədir və içinizdə o siqnal deyir ki, ona qovuş, onu əldə et, çünki o səni idealına götürəcək. O vasitədir. Yəni o oğlanı, o var, o oğlanı tapmalısan ki, o sənə çatasan və sizi irəli itələyən və reallıqda qalmağa qoymayan budur. Həyatınızın ən mərkəzində budur. Onu tap ki, o özünə qoşulasan. O birdəfəlik kəsib atırsınız, bu daha asan yoldur. Çünki əks halda emosiyalarınızla üz-üzə qalırsınız, tab gətirə bilmirsiniz. Birdəfəlik kəsim atım, heç başlamayın bu münasibətə, olmasın. Nəinki yaşadıqca o yetərsizliyimlə, dediyiniz o özgüvənsizliklə üz-üzə qalım. O deyir sizə münasibətlərdə özümü kobud, özümü inamlı aparıram. İdeal obrazınızda siz eləsiniz. Belə vecsiz, üstdən, hamıdan yaxşı, super-duper özgüvənli, kimsəni saymayan, özünüzü çalışın o ideal versiyanızı görəsiniz. Siz onu proyeksiya edirsiniz başqalarına. Ona görə onu o rolu başqa oğlana məsəl üçün verirsinizsə, başqa hansısa insana, onun yanında cılızlaşırsınız. Sonra özünüzə götürürsünüz, o ideal mənə qovuşursunuz, başqalarına da deyirsiniz ki, ax sən məndən aşağısan. Yəni görürsünüz o yelləncək kimi olur. Və burada bir cümlə var idi, harda ki siz deyirsiniz ki, o mənim üçün sadəcə bir insan deyil, xaricə açılan bir qapıdır, özümü sübut etmək üçündür. Özünü sübut etmək sözünü bərabərləşdirsək, ideal mənə çatmaq üçün bir vasitədir. Onda sizə daha aydın ola bilər. Niyə bu oğlanların sizin üçün bu dərəcədə önəmi var? Bir də deyirsiniz ki, tapım o cümləni, məktub uzundur. Orada bir cümlə var da, harda ki siz deyirsiniz ki, özümdən aşağı olan insanlar, aşağı gördüyüm və təhsilli daha aşağı olan insanlar, onları özüm yanında daha təhlükəsiz hiss edirəm. Təhlükəsiz sözünü isə çevirsək, daha üstün hiss edirəm. Daha üstün hiss edəndə isə o ideal məndə hiss edirəm deyən, rahatam və özümə atak eləmirəm. Ona görə təhlükəsizlikdə hiss eləyirsiniz. Başa düşürsünüz? O özümdən daha aşağı təyin etdiyim insanların yanında olanda o qapı bağlanır, hardan ki o terrorist girir və məni atak edir ki, nə gündəsən, onlar da səndən daha yaxşıdır. Ona görə rahatsınız. Daha təhlükəsizdəsiz ona. Amma deyirsiniz ki, o insanlar mənim üçün heç bir məna daşımır. Qətiyyən onlar mənə maraqlı deyil, mənim ruhumu bəsləmir. Ruhunuz yox. Sizin ideal obrazınızı bəsləmir. Onların yanında siz ideal obrazınıza qovuşmuş kimi hiss etmirsiniz. O qovuşa bilər, o ideal çatanda hiss edə biləcəklərinizi onlardan ala bilmirsiniz. Sadəcə o qapı bağlanır deyə, o terrorist ora girmir deyə onlardan daha üstün hiss edirsiniz və özünüzü atak eləmirsiniz, daha rahatsınız. Ona görə onlara maraqlıdır. Yəni burada söhbət ruhdan getmir. Ruha bizim gəlib çatmaq üçün hələ bütün bu daxili proseslərdən keçmək lazımdır. Harda ki biz ideal özün ölçüsünü yavaş-yavaş azaltmağa başlayırıq və o hülyanı buraxmağa başlayırıq. Ondan sonra bəlkə biz ruhumuza hardasa gəlib çata bilərik, tapa bilərik. Bu proseslər getməyənə qədər ruhdan söz gedə bilməz belə. Çünki biz daxili müharibə ilə məşğuluq. Yəni o özünüzdən aşağı hiss etdiyiniz insanlar sizin ruhunuzu deyil də ideal obrazınızı qidalandırmır. Bir də son məqam, harda ki siz deyirsiniz ki, niyə elə olur ki, mən onlara şans verməndə onlar mənə dalınca düşürlər, amma qorxularımı kənara qoyub münasibətə başlayanda hər şey dəyişir. Siz münasibətə daxil olmadan öncə özünüzü
o ideal mən kimi davranırsınız. Özgüvənli, cool ya da onların bəlkə hərəkətlərini kopyalayırsınız. Yəni mən sizinlə eyniyəm, sizdən pis deyiləm falan və o onlarda maraq doğurur. Amma ta ki əslində isə real özünüzdə deyəcəm, real özünüzdə isə özümə deyirəm ki, nifrət duyuram. Başqalarını elə bil ki, o başqalarına baxaraq belə deyirsə onları bir gözlər kimi istifadə edirəm. Özümə olan o nifrəti belə keçirdirəm başqa insanlara və düşünürəm ki, onlar mənə o nifrət gözü ilə baxır. Harda ki onlar güya məni dəyərsizləşdirir. Mənə gəlir ki, mən onların yanında mən pisəm, amma əslində mən bunu özümə edirəm. Mən özümü daxilən dəyərsizləşdirirəm. Bir də bu cümləni tapım. Okay. Axlıma açılsın. Onların aynasında öz qüsurlarımı axtarıram. Onlara baxıram və onların gözləri vasitəsilə öz qüsurlarımı görməyə baxıram. Yəni onlara baxanda onları yenə də görmürəm. Bayaq da qeyd etdiyiniz kimi mən də dedim, yalnız insanlar sizə maraqlı deyil. Onlar bir insan kimi, varlıq kimi sizin həyatınızda heç mövcud belə deyirlər. Onlar sadəcə sizin güzgülərinizdə. Və siz bu oğlanlar hansı ki başlayır sizinlə münasibətə girəndə, siz reallıqda içinizdə özünüzü çox özgüvənsiz hiss edirsiniz və sizin üçün bu oğlanın önəmi dəhşət böyüdü deyə. Çünki o elə bil ki vasitədir də, deyirəm ya, o deyir ki, get onu əldə et, get onu əldə et. O oğlan artıq siz həyatınıza buraxanda çevrilirsiniz bir elə bil ki, yəqin ki bir necə deyim, o zəli kimi olaraq yapışırsan insandan və bütün o gözləntilərini, bütün istəklərini, tələblərini yükləyirsən o insana və insan bir növ bəlkə də sizinlə münasibətdə boğulmağa başlayır. Çünki görür ki, tanış olduğu insan kənardan gördüyü başqa cürədir. Daxilən isə başqa bir şey çıxır ortadan. Yəni siz oğlanlarla o qardınızı qoyub münasibətə girəndə onlar dəyişmir. Onların münasibəti sizə dəyişir bəlkə, amma siz dəyişirsiniz münasibətə. Daxil olar, olmaz. Yəni çalışın müşahidə edin ki, siz münasibətə daxil olanda nələr edirsiniz? Çoxmu yapışırsınız? Çoxmu tələb edirsiniz? Çoxmu relaks olursunuz? Çoxmu gözləntiləriniz oyanır? Birdən-birə daha yaxın olmağa mı çalışırsınız? Bütünləşməyə mi çalışırsınız o insanlar? Çünki biz ideal sandığımız hər kəsdə o hansı ki bizim üçün vasitəyə çevrilir ideal olmaq üçün. Biz onlarla belə qarnının içinə girib belə bütünləşmək istəyirik. Və əgər siz bunu edirsinizsə, qarşı tərəf özünü çox yorulmuş hiss edir bu prosesdə. Bir növ o hiss edir ki, sanki zəli yapışıb və o zəlini dərindən qopardıb tullamaq kimi hiss edir. Bu sadəcə qarşıdakı cinslə münasibətdə olmur. Yəni dostlar arasında da ola bilər. Harda ki bir dost birisini məsəl üçün ideallaşdırır ya da daxilən münasibət başlayar-başlamaz çox yaxınlığa keçmək istəyir, sərhədlər pozulur, sərhədlər asanlıqla keçinir və gözləntilər, tələblər böyüyür. Yəni məncə sizdə bu proses baş verir. Özünüzdə çalışın, müşahidə edin. Başqa da görüm nə qaldı? Belə, ümid edirəm kömək ola bildim. İdeal mənlə işləmək lazımdır. Mənim bütün məncə videolarım, yazılarım, paylaşımlarım bu haqdadır. Nə zamana qədər ki siz real özünüzə bu qədər nifrət duyursunuz, bu qədər gözünüz görməyə yoxdur, anlayışınız yoxdur, onda bu acıdan, daxilinizdəki bu girdiyiniz döngüdən çıxmaq sizə çox çətin olacaq. Mənim bir videom var YouTube'da, özümüzü niyə sevə bilmirik ya da özümüzü necə sevək, özümüzü sevmək hardan irəli gəlir? Yəni 1-2 ay bəlkə bundan qabaq paylaşmışam. Orada empatiya duyğusu haqda, özümüzü anlamaq haqda çox danışmışam, detallı paylaşmışam.
O videoda da sizə, kömək olacaq çox şey var, izləyin. Daxilinizdəki bu mürəkkəb, incidici prosesi anlayıram, görə bilirəm. Amma onu da demək istəyirəm ki, bu birdən-birə gedən bir şey deyil. Əgər istəyirsinizsə, ya mənimlə, ya kiminləsə terapiyaya gedin, bir müddət özünüzlə işləyin. Bu yolda sizə dəstək lazımdır. Bu dərəcədə çətin öz nifrətlə baş etmək olmur. Sizin üçün hal-hazırda özünüzə qarşı duyduğunuz bu qəzəb və nifrətdən qurtulmaq yeganə yolu o oğlanı tapmaqdır ki, ona qovuşaraq öz idealınıza qovuşmuzdığınızı hiss edəsiniz ki, özünüzdən və özünüzə göstərdiyiniz terrordan canınız qurtarsın. O terror sizi məhv edir və dəyərsizləşdirir və bu davam edəcək o zamana kimi ki, nə zamana qədər ki, siz yavaş-yavaş real özünüzü tanımağa başlayacaqsınız və onu hər gördüyünüz, özünüzü hər gördüyünüzdə ya qorxub qaçmaq istəməyəcəksiniz və ya hər gördüyünüzdə özünüzü məhv etmək istəməyəcəksiniz. Bu proses isə yavaş gedir. Heç yalan deməyəcəm. Mən özümdən də bilirəm, bu terapiyada çox yavaş-yavaş işlənilən bir şeydir. Çünki insan hər gördüyündə özündən qaçırsa, özüylə qovuşmaq, özüylə tanış olmaq, özüylə heç olmasa bir dəqiqə belə üz-üzə qalmaq şansını qazanmaq üçün biraz uzun zaman işləmək lazım olur. Məndən isə bugünlük bu qədər. Biz sizinlə gələn həftə yenidən görüşərik. Sağ olun.